Bismillahirrahmanirrahim. Salam əziz izləyicilər. Artıq Məhərrəm ayı başlayır. İmam Hüseyn əleyhissalamın əza günləri başlayır. Bu münasibətlə mən hər birinizə başsağlığı verirəm. Allah bu ayın feyzindən, bərəkətindən bizləri binəsib eləməsin. Bizləri İmam Hüseyn əleyhissalama həqiqi əza saxlayanlardan qərar versin. Və Həzrətin dünyada ziyarətini, qiyamətdə şəfaətini bizlərə nəsib eləsin inşallah. Məhərrəm ayı təkcə matəm ayı deyil. Məhərrəm ayı bir mənəvi yüksəliş ayıdır. İnsanın öz imamına qarşı mərifət tapmasıdır. Öz imamına yaxınlaşmasıdır. Məhərrəm ayı bu baxımdan insana kömək eləyir. Məhərrəm ayının köməyi daha genişdir, daha ümumidir. Tövsiyə olunur ki, insan il ərzində, bütün aylarda, bütün günlərdə yaxşıdır İmam Hüseyn əleyhissalamı yad eləsin. Və buna əməl eləyən insanlar da olur. Amma bəzi insanlar da olur ki, onlar ildə ilə bir dəfə Məhərrəm ayında İmam Hüseyn əleyhissalamı yad eləyirlər. Məhərrəm ayı gəlir və İmam Hüseyn əleyhissalamı onlara yada salır, onlara yad etdirir. Bu daxillərində olan İmam Hüseynə məhəbbəti üzə çıxardır. Məhərrəm ayı, yəni başdan ayağa bütünlükdə xeyirdən ibarətdir. İnsan öz imamın yad eləyir bu ayda. Öz imamına yaxınlaşır. Haqqa yaxınlaşır, həqiqətə yaxınlaşır, haqla batili tanıyır və qiyamət gününə qədər də başa düşür ki, bu iş davam eləyəcək. Necə ziyarət-i Aşurada oxuyuruq. Ya Əba Abdullah, inni silmun limən saləməkum və hərbun limən harabəkum ilə yevmil qiyamə. Mən səninlə dost olanla dostam, sülh eləyənlə sülhdəyəm və səninlə müharibə eləyənlə müharibədəyəm. Qiyamətə qədər bunu başa salır insana. Haqq-batil məsələsi qiyamətə qədər davam eləyəcək. İmam Hüseyn əleyhissalamın əhl-i beytin haqqı yer üzündə bərpa olana qədər. Və Məhərrəm ayı gəlir bu həqiqətləri bizə başa salır. Ona görə də Həzrət Peyğəmbər buyurur, İnnə lil-Hüseyn məhəbbətən məknunətən fi qulubil müminin. Həqiqətən də İmam Hüseyn üçün möminlərin qəlbində gizli məhəbbət var. İnsan həmin o məhəbbətdən il ərzində mümkündür ki, xəbəri olmasın. Amma gəlir Məhərrəm ayında İmam Hüseyn əleyhissalamı bu əza günlərində o məhəbbət üzə çıxır. İnsan məscidə gedir, insan gedir, İmam Hüseynə əza saxlayır, insan mərsiyyə qulaq asır. Hər hansı bir vasitə ilə İmam Hüseynə əza saxlayır, İmam Hüseynə ürək yanğısını ifadə eləyir. Sən demə qəlbimizdə, özümüzdən də xəbərsiz insan bunu başa düşür. Sən demə özümdən xəbərsiz mənim qəlbimdə İmam Hüseynə məhəbbət var. İmam Hüseynə bu sevgi var. Məhərrəm ayı gəlir, insanın daxilində olan o gözəl hissləri cuşa gətirir. O gözəllikləri üzə çıxardır. Daxilimdə bir yanğı var imiş, mənim xəbərim yox imiş. Məhərrəm ayı gəlir, onu üzə çıxarır. Mən özümdən xəbərdar oluram, öz qəlbimdən, öz ruhumdan. Sən demə, mənim ruhum sevirmiş, İmam Hüseyni sevirmiş. Amma bu sevgidən mənim xəbərim yox imiş, onu görməzdən gəlirmişəm. Məhərrəm ayı gəlir, insanı ondan xəbərdar eləyir. O sevgini insanın o dərin qatlarından, ruhunun dərinliyindən çıxarır üzə. İnnə liqətlil Hüseyn hərarətən fi qulubil müminin la təbrudu əbəda. Həqiqətən də İmam Hüseynin qətli üçün, İmam Hüseynin şəhadəti üçün möminlərin qəlbində bir hərarət var, bir istilik var ki, la təbrudu əbəda. O heç vaxt soyumayacaq. O hərarət heç vaxt soyumayacaq. O yanğı bizim qəlbimizdədir, möminlərin qəlbindədir. Əgər insan
həqiqətən də bu dinə iman gətiribsə, mömin bəndədirsə, onun qəlbində İmam Hüseynə bir hərarət var. İmam Hüseynin qətlinə görə o soyumayacaq, aradan getməyəcək. O Həzrətin qanının intiqamı alınmayana qədər möminlərin qəlbində bu hərarət var. Məhərrəm ayı gələndə o hərarət üzə çıxır, o hərarət cuşa gəlir. O hərarət insanın bütün varlığında, vücudunda hiss olunur. Gözlər qəlbin aynasıdır. İnsanın qəlbində olan həmin o hərarət gözlərində hiss olunur. Gözləri yaşarır. İnsan bu matəmdə İmam Hüseynin əzasında gözlərindən yaş axır. Bu nəyin göstəricisidir? Qəlbdə olan həmin o hərarətin göstəricisidir. İnsanın gözləri yaşarır. Gözün yaşı, göz yaşları həmin o məhəbbətdən xəbər verir. Həmin o yanğıdan, hərarətdən xəbər verir. İmam Hüseynə olan o yanğıdan xəbər verir. İmam Hüseynin məzlum öldürülməsinə görə qəlbdəki hərarət var, o cuşa gəlir və insanın gözündən ixtiyarsız yaş axır. Məhərrəm ayı bax gəlir insana belə faydalar verir. İnsanı təmizləyir, paklayır. İnsan öz imamına ağlayır. Məzlum öldürülən imamına ağlayır. Qərib və susuz şəkildə başı bədənindən ayrılan imamına ağlayır Məhərrəm ayında. Və bu ağlamaq insanı islah eləyir. Günahlar vasitəsilə daşlanmış qəlblər bu ayda yumşalır. İnsan Peyğəmbər ailəsinə matəm saxlayır, əza saxlayır. Mahi Məhərrəm oldu, məsərrət həramdır. Matəm bugün şəriətə bir ehtiramdır. Bu ayda insan ixtiyarsız olaraq sevinə bilmir. Təbii bir qəribə bir fəzası olur. İnsan özündən ixtiyarsız İmam Hüseynə əza saxlayır, İmam Hüseynə yanır insanın qəlbində. Bu vacib bir əmr deyil. Amma Məhərrəm ayı gələndə insanlar qəribədir, əl-ayağa düşürlər. Əzadarlıq ab-u havasına bürünür. Evlər, məscidlər. Bu məhəbbət həqiqətən də insanın deməli fitrətindədir, ruhundadır, daxilindədir. Allah bizləri bu ayda İmam Hüseyn ağaya həqiqi əzadarlardan olmaqda kömək eləsin və bu ayın feyzindən, savabından, bərəkətindən bizləri binəsib eləməsin. Bizləri dünya və axirətdə İmam Hüseyn ağadan ayrı salmasın. Dünyada ziyarətini, qiyamətdə şəfaətini nəsib eləsin inşallah. Əssalamu aleykə ya Əba Əbdillah və aləl-ərvahilləti həllət bifinaik. Əssalamu aleykum və rəhmətullahi və barakatuh.